qorxmaz və yaxud da kişilər ağlamaz ifadəsi hardasa anatomik olaraq, biolojik olaraq insanın xüsusiyyətləri ilə uyğun gəlir. Bəs başqa kişilərdə hansı davranışlar var? Qadın beynindən fərqli olaraq kişi beyni daha rahat qərar ala bilir. Çünki qadın beynində informasiya çoxluğu və beynin iki yarımkürəsi arasında rabitə o qədər güclüdür ki, qadınlar konkret qərar verməkdə çətinlik çəkir. Kişilərdə isə iki beynin yarımkürəsini birləşdirən korpus callosum dediyimiz həmin hissə daha belə deyək ki, az inkişaf etdiyinə görə bir yarımkürə ilə digər yarımkürə arasında rabitə o qədər də güclü deyil və nəticədə onlar qadınlar qədər sürətli düşünmürlər. Amma bu onlara avantaj təmin edir təbii ki. Çünki daha rahat öz həyati fəaliyyətlərində qərar verə bilirlər. Qadınları tutaq ki, rənglərlə, məsələn, bir dənə əşyanı göstərin, fərqli rənglərini göstərin, o artıq orada özünü biraz itirir qadın. Qərar verməkdə də çətinlik çəkir, amma kişi üçün